Yaxın əyləşin, yaxın əyləşin. Bu mövzu əslində hər kəsi maraqlandırır. Dini başörtülərinin kəlağayı ilə əvəz edilməsi paylaşılır. Ümumiyyətlə elə bir şey yoxdur. Dini inanca, belə deyək də, olan azadlığını öləndən ala bilməz. Yəni belə bir paylaşımlar gedir. Çox təəssüf ki, bir çox yazır ki, şad xəbəri gözləyirdi. Bilirsiniz, dinsiz, imansız olan adam istəyir ətrafında hər kəs dinsiz, imansız olsun. İnsanlar niyə sevinir bəziləri? Mənə çatmır. Biz sevinirik, nə yaxşı. Kəlağayı geyənsən, get geyin də. Geyin, adətən ənənəmizdə var. Sən geyin onu ilə də. Özü geyinmir. Hicablı xanımları da elə vadar eləyir. Belə, görürsünüz, din belə elə boş işmə. Allah Taala dinimizi, imanımızı əlimizdən almasın. Allah Taala müsəlman bacı qardaşlarımızı qorusun. Bu qədər.